Dövlət İmtahan Mərkəzi tərəfindən ekranda gördüyünüz çevrə üzrə bərabər sürətli hərəkətə aid olan sual tipi qəbul imtahanına çox salınır. Gəlin bu sualın izahına baxaq. Şərtdə deyilir ki, sürüşmədən diyirlənən diskin mərkəzinin O nöqtəsinin, yəni yerə nəzələn sürəti V-yə bərabərdir. A və B nöqtələrinin yerə nəzələn sürətlərini istəyir bizdən. Bu sual tipinin bir çox həlli var, amma ən asan üsulu hansı ki, mənə görə V bərabərdir omega R düsturu ilə işləməkdir. Hansı ki, buradan biz bilirik ki, V R ilə necə asılacaq? Düz asılacaq. Baxın, O nöqtəsi yerdən nə qədər məsafədədir? R qədər, radius qədər, çevrənin radiusu qədər. Ona görə də RO bərabər R yazıram. O nöqtəsində yerə nəzələn sürət dedilir V-yə bərabərdir. Ona görə də VO da bərabərdir V-yi yazacağım. A nöqtəsi fikir versəz yerin üzərindədir, yəni onun yerdən məsafəsi 0-a bərabərdir. RA bərabər 0. Avtomatik onda A nöqtəsinin yerə nəzələn sürəti də 0 olacaq. Bəs B nöqtəsini necə tapacağam? VB bərabər sual yazıram. B nöqtəsinin yerdən olan məsafəsinə baxmalıyıq. Necə ki, O nöqtəsinin yerdən olan məsafəsinə baxdım, eyni ilə B nöqtəsinin də yerdən olan məsafəsinə baxacağım. Baxın, B nöqtəsinin gördüyümüz kimi yerdən olan məsafəsi çevrənin diametrinə bərabərdir. Çevrənin diametrinə bərabərdirsə, RB bərabərdir D yazacağım. Və çevrənin diametri də biz bilirik ki, radiusun 2 qat mislisidir, yəni 2R'dir. Deməli, aldıq ki, RO'muz R'dir, VO'muz V'dir. Həmçinin RB'miz 2R'dir, indi VB'ni tapacağım. Qeyd etdiyim kimi, V R ilə düz asılıdır, gəlin asılığımızı verək. Onda yazacağım ki, VO bölək VB bərabərdir RO bölək RB. VO'muz V idi, VB'ni soruşur bizdən. RO, baxın, gördüyünüz kimi R, RB-də 2R'dir. Yerinə yazaq. R ixtisar getdi, gördüyümüz kimi 2də 1 qaldı. Deməli, yekunda aldım ki, V bölək VB bərabərdir 2də 1-ə. Çarpaz vuracam. Alınacaq ki, VB bərabərdir 2V. Deməli, aldıq ki, VA 0-dır. VB də 2V-yə bərabərdir. Baxın, C bəndi doğru cavabdır.